Bizim qəhrəman şəhidlərimiz Mübariz və Fəridlə yanaşı, həm də bizim gözəl balamız 44 günlük müharibənin şəhidi Mehdiyev İsmail David oğlunun da bu günləri şəhadətə yetişdiyi gündür. Allah rəhmət eləsin gözəl balanın, yeri cənnət olsun. Həqiqətən də bunlar haqqında danışdıqca qutarmır, söz də acizdir. Bəli, zaman gələcək, bu gördüyümüz kimi müvəqqəti həyatdır. Müəyyən zamandan sonra biz heç birimiz həyatda olmayacaq. Amma onların gördüyü iş əbədi yaşayacaq. Azərbaycan durduqca onların adı qalacaq, yaşayacaqlar. Onlar Allah yanında, Allah dərgahında əbədi ruzulənirlər, əbədi yaşayırlar. Allah sizi qorusun, Allah köməyiniz olsun. Çox hörmətli Mahir müəllim, sizin zəhmətlərinizi yüksək qiymətləndirir. Allah sizə var eləsin. Siz tək şəhidlərə yox, elə biz qazilərə də artıq 5 ildir ki, biz bir yerdəyik də, yəni bütün şəhid anımlarında sizin bu fəaliyyətləri, zəhmətləriniz göz önündədir. Və müxtəlif rayonlara mən sizin vasitəsilə, sizin telekanalın vasitəsilə getmişəm. Biləsulara, Cəlilabada, Mingəçevrə, Ağsuya, digər rayonlara, Oğuza və Bakı kəndlərində, bir sıra Bakı kəndlərində və bu fəxri xiyabanlarda çox məclislərdə sizinlə olmuşuq. Bugünkü şəhidimiz ki, bunun şəhadətə yetdiyi gündür, bu İsmailov David, Mehdiyev İsmail David oğlu bizim Zəngilan rayonunda tanınmış seyidlərdən olan Seyid Həsən ağanın nəticəsidir. Seyid Əli ağanın nəvəsidir. Yəni özü kursantıdır, Heydər Əliyev adına hərbi məktəbdə təhsil alırdı, 2-ci kurs tələbəsi idi. Yəni bu getdi, doğrudan da çox böyük bir şücaət göstərdi və şəhadətindən bir ay sonra anası gibi bunun cəsədini tapdılar, gətirdilər, burada dəfn edədilər. Yəni dövlət səviyyəsində tədbiri keçirildi və hər ildə dekabr ayının 10-u şəhid qardaşımız Mehdiyev İsmail David oğlunun anım mərasimidir. Bugün də mən bilirdim ki, bu yetkisidir. Ona görə milli qəhrəmanımız, fəxrimiz olan Mübariz İbrahimov və Fərid Əhmədovdan sonra istədim onu da bir yada salaq və onu da xatırlayaq. Sizə də təşəkkür edirəm ki, burada şəhid atalarına təşəkkür edirəm ki, elə fərq eləmir. İsmail də onların balalarından biridir. Mehdiyev İsmail Davidov. Mehdiyev İsmail də onların elə öz övladları kimi onları əzizdir və onların da övladları bizim üçün əzizdir. Allah şəhidlərimizin məqamını âli eləsin. Hər birinizə təşəkkür edirəm ki, zəhmət çəkib bu şəhidlərimizi ziyarət edirsiniz. Allah sizi qorusun. Sağ ol. Hörmətli izləyicilər, biz hal-hazırda Mirhəmid Nazimoğlu'nun qəbri şərifinin yaxınlığındayıq. Şəhidimizin anasını gördük burada. Bizim qəhrəman şəhidimizin anası buradadır. Ana, Allah'tan sizə səbir diləyirik. Sizin simozda bütün şəhidlərin valideynləri qarşısında baş əyirik. Sizin övladlarınızın, balalarının sayəsində biz bu günləri açıq səma altında azad ölkənin vətəndaşı kimi yaşayırıq və alın açıq gəzirik. Bu elə bir nemətdir ki, ən böyük nemətdir. Heç yerine əvəz olması bir nemətdir. Onu da bizə bəxş eləyən əlbəttə ki, Ali Baş Komandanımız, igid əskərlərimiz, ordumuz, bəli, millətimizin də o qeyrətli oğulları, bunlar hamısı cəmləşdi və bu cür gözəl qələbə əldə elədik. Allah sizin başınızı eləsin. Ana, buyurun, şəhid balamız haqqında ürək sözlərinizi, yadınızda qalan xatirələrdən bir neçə kəlmə şəhidimizi daha da yaxşı, yaxından təqdim edin, zəhmət olmasa. Mən Qasımlı Mirhəmidin anasıyam, şəhid Qasımlı Mirhəmidin. Yəni, əsgərdən 2 ildir gəlmişdi, elə fikri zikri qalmışdı şəhid olmaqda. Həqiqətən. Yəni, bu elə arzulayırdı ki, amma əsgərdən də gəldim, şəhid olmadım. Deyirdim, belə şəhid olmalısan ki, belə qəribə gəlirdi mənə. Müharibə yox, belə şeylər görməmişdik. Necə qəhrəman. Allah haqqı, yəni, uşaq elə deyirdi də şəhid oldu, çağırışla getdi. Yəni, onun haqqında dayısı kitab yazıb, orada hər şey təqdim edib, çox böyük, geniş bir formatda yazılmış kitabdır. Yəni, uşaq elə şəhidliyi arzulayırdı, gedəndə də getdi. Arzusuna çatdı. Hə, gedəndə evdən çıxdı ki, ay mama, təlimə çağırmışlar, mən şəhid olacağım. Dedim ki, ana qurban, müharibə var, hırsləndim də elə. Dedi ki, yox, mən yuxumu görmüşəm, mən şəhid olacağım. Mən bunu danışıram, çoxu inanmır, amma bu həqiqətdir. Yəni, inanırıq ana. Hə, inananlar inanır. Məsələn, Ələsən 5 ildir bizim ailənin içindədir. Yəni, elə də orada döyüşdü, qəhrəman, 1 ay döyüşüb uşağım. Allah rəhmət eləsin. Amma biz onun misal üçün medallarını almışıq, amma ordenlə heç kim maraqlanmır, tərtib olunmur.
Yəni bir ay müharibə sahəsində aidiyyatlı orqanlara yenə də müraciət müraciət edirsiniz. edirik, amma ki, İndi yerim. ölkədə bu gün elə vəziyyətdir, baş çox qarışıqdır. Yəni təkcə mən yox, bu bir Hə. 15 ananın sözüdür, tək öz sözüm deyil. Yox, var, bəzi problemlərimiz var. Demirəm hər şey yolundadır. Problemlər Yəni mən çoxdur. oğlumla Çalışıb çalışıb nail edirəm, olmaq lazım. deyirəm, yəni qəhrəman evlad böyütmüşəm. Özümün də xəbərim var. Şəhid olandan sonra görürəm ki, biz kimləri böyütmüşük, Bəli. necə evladlar böyütmüşük. Fəxr eləyirəm, vətənimiz sağ olsun. Yəni ki, bizdən sonra heç bir ananın gözü yaşlı olmasın. Mən bunu arzulamıram. İndi bir dənə birinci sinif uşağı deyir ki, xala mən də şəhid olmaq istəyirəm. Deyirəm, ol, qocal, din yolu ilə Allah səni şəhid eləsin. Bəli. Amma belə ananın gözü yaşlı olmasın heç vaxt. Çətindir. Çox ağırdır. Bəli. O bizim övladlarımız gör Allah onlara nə boyda böyük ürək verib ki, Nədən verib? özləri öz anaların oğulsuz qoydular ki, Elədir. bundan sonraki nəslimiz Elə evladlar böyütmüşük. Yəni biz bütün analar bir analar yerdə oğulsuz cəmlənəndə qalmasın, elə bir oğullar evladdan anasız qalmasın. danışırıq. Bir Bəli. uşaqdan danışır, bir oğuldan danışır. Hamı eyni xasiyyətdə, eyni xüsusiyyəti daşıyır sən demə. Ona görə Allah Allah seçilmişlər olublar, qəhrəman olublar. Allah başınızı eləsin. ha. Sağ ol, Allah sizdən Siz də razı sağ olun, Allah köməyiniz olsun. Sağ ol. Hörmətli izləyicilər, biz hal-hazırda şəhid Sənanın qəbri şərifinin yaxınlığındayıq. Rəhman kişi buradadır. Allah başınızı eləsin, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Sizlərə də Allahdan səbir versin. Rəhman müəllim, buyurun, siz də Sənan haqqında. Allah şəhidlərimizə rəhmət eləsin. Qəbirlər nurla dolsun. Şəhidlər hamımızın şəhididir. Bəli. Hamısının ruhuna qurban olun. Mən ayrı sözlərimdən. Allah başınızı eləsin. Görünür, atamız da narahatdır bugünkü gün. Peşəkar hərbisi olub, görünür. Allah bütün şəhidlərə rəhmət eləsin. Yəni, kiminə bacarıbsa, onu eləyib, o rəşadət ordeni ilə təltif olunub. Allah köməz olsun, Allah başınızı eləsin. Bir daha ölkəmizə, millətimizə, elimizə, obamıza müharibə qismət olmasın. Allah sizləri var eləsin, Allah sizləri qorusun inşallah.